Oğlaq Bürcü 26 Mart 2026 Oğlaq Bürcünün günlük proqnozu. Bugün Oğlaqlar üçün sakitlik və düşünərək hərəkət etmək ön planda olacaq. Gün ərzində bəzi situasiyalar səni tələsməyə sövq etsə də, ən doğru seçim səbirli olmaq və hər addımı ölçüb biçməkdir. Hadisələrə bir qədər kənardan baxmaq, emosiyalara qapılmamaq sənə daha aydın qərarlar verməyə kömək edəcək. Daxili hisslərin güclənir və sənə incə işarələr verə bilər. İnsanlarla münasibətlərdə yumşaq və anlayışlı davranmaq vacibdir. Kiçik fikir ayrılıqları mümkündür, amma bunları böyütmək əvəzinə sakit şəkildə həll etmək daha doğru olacaq. Açıq və səmimi ünsiyyət bir çox gərginliyi aradan qaldıra bilər. Qarşı tərəfi dinləmək və onun baxış bucağını qəbul etməyə çalışmaq münasibətlərdə istilik yaradacaq. Gün ərzində yaxın çevrəndən gələn dəstək səni ruhən daha güclü hiss etdirə bilər. Bugün eyni zamanda öz düşüncələrini toplamaq və bəzi mövzulara aydınlıq gətirmək üçün uyğun zamandır. Keçmişdə yarımçıq qalan və ya səni düşündürən məsələlər yenidən gündəmə gələ bilər. Onları sakit şəkildə dəyərləndirmək və artıq lazım olmayanları geridə qoymaq sənə yüngüllük verəcək. Hər şeyi birdən dəyişmək istəyi yaransa da, tələsməmək və addımla-addım irəliləmək daha düzgün olacaq. Günün enerjisi sabit və sakitdir. Öz ritmini qorumaq, özünü həddindən artıq yormamaq və hər şeyə vaxt tanımaq daxili balansını gücləndirəcək. Günün sonunda özünü daha rahat və aydın hiss edə bilərsən. Bugünün mesajı: səbirli ol, özünü dinlə və hər şeyin tədricən yoluna düşəcəyinə güvən. Dolça Bürcü 26 Mart 2026 Dolça Bürcünün günlük proqnozu. Bugün dolçalar üçün yenilik hissi və daxili hərəkətlilik daha çox hiss oluna bilər. Sanki eyni şeyləri təkrarlamaq istəmirsən və fərqli bir şeylər etmək arzusu artır. Gün ərzində qarşına çıxan vəziyyətlər sənə yeni baxış bucaqları qazandıra bilər. Hər şeyi plan üzrə aparmaq əvəzinə biraz da spontan davranmaq sənə yaxşı təsir edəcək. Ani qərarlar belə gözlədiyindən daha müsbət nəticə verə bilər. Ünsiyyət baxımından olduqca canlı bir gündür. İnsanlarla söhbətlər daha dərin və maraqlı ola bilər. Bəzi mövzularda fikirlərini bölüşmək və qarşı tərəfin düşüncələrini eşitmək sənə yeni ideyalar verəcək. Gözləmədiyin birindən gələn mesaj və ya xəbər günün axarını dəyişə bilər. Əgər kimləsə aranda məsafə yaranıbsa, bugün onu aradan qaldırmaq üçün uyğun zamandır. Daxili dünyanda isə biraz qarışıqlıq hiss edə bilərsən. Eyni anda bir neçə şey istəmək və hansına üstünlük verəcəyini bilməmək normaldır. Özünü buna görə sıxma. Biraz sakitləşib düşünmək, bəlkə də tək qalmaq sənə yaxşı təsir edəcək. Düşüncələrini toparladıqca nə istədiyin daha aydın görünəcək. Günün ümumi enerjisi dəyişkən və hərəkətlidir. Bəzən planlar gözlədiyin kimi getməyə bilər, amma bu səni narahat etməsin. Əksinə, bu dəyişikliklər sənə yeni imkanlar aça bilər. Axına uyğunlaşmaq və anı yaşamaq gününü daha maraqlı və yadda qalan edəcək. Bugünün mesajı: hər şeyin dəqiq olmasını gözləmə, qeyri-müəyyənlik bəzən ən gözəl imkanların başlanğıcıdır. Balıq Bürcü 26 Mart 2026 Balıq Bürcünün günlük proqnozu. Bugün balıqlar üçün hisslər və daxili duyğular daha güclü şəkildə ön plana çıxır. Gün ərzində baş verən hadisələrə qarşı həmişəkindən daha həssas reaksiya verə bilərsən. Bu, səni biraz yorğun hiss etdirə bilər, amma eyni zamanda özünü daha yaxşı anlamağa da kömək edəcək. İçində baş verənləri görməməzlikdən gəlmək əvəzinə onları sakitcə qəbul etmək və dəyərləndirmək sənə rahatlıq gətirəcək. Ünsiyyət baxımından bugün incəlik və anlayış çox vacibdir. Kiminsə sözlərini dərindən qəbul edə bilərsən, buna görə də hər deyilənə dərhal emosional yanaşmamaq faydalı olacaq. Əgər səni narahat edən bir vəziyyət varsa, onu içində saxlamaq yerinə sakit və açıq şəkildə ifadə etmək daha yaxşı nəticə verəcək. Səmimi söhbətlər, xüsusilə də güvəndiyin insanlarla olan ünsiyyət səni rahatladacaq və içindəki gərginliyi azaldacaq. Bugün eyni zamanda özünə vaxt ayırmaq və biraz kənara çəkilərək düşünmək üçün çox uyğun zamandır. Keçmişdə yaşadığın bəzi anlar və ya yarımçıq qalan hisslər yenidən ağlına gələ bilər.
Onlardan qaçmaq əvəzinə nə hiss etdiyini anlamağa çalışmaq və artıq sənə yük olanları buraxmaq sənə yüngüllük verəcək. Kiçik, sadə şeylərdən zövq almaq, məsələn, sakit bir gəzinti və ya tək qalmaq, ruhunu dincəldə bilər. Günün enerjisi sakit, bir qədər də dalğalıdır. Bəzən özünü qarışıq hiss etsən də bu hal uzun çəkməyəcək. Özünü çox yormamaq, sərhədlərini qorumaq və səni yoracaq mühitlərdən bir qədər uzaq durmaq gününü daha rahat keçirəcəyinə kömək edəcək. Axşama doğru isə daxili rahatlıq hissi tədricən artacaq. Bugünün mesajı: hiss etdiklərindən qaçma, onları qəbul etdikcə daxilindəki sakitliyi daha asan tapacaqsan. Qoç bürcü 26 Mart 2026 Qoç bürcünün günlük proqnozu. Bugün qoçlar üçün enerji və hərəkətlilik yüksək olacaq. Sanki içində bir şey səni irəli getməyə, nələrsə dəyişməyə və yeni addımlar atmağa sövq edir. Günə motivasiyalı başlaya bilərsən, amma bu enerjini düzgün yönləndirmək vacibdir. Hər şeyi eyni anda etməyə çalışmaq səni yoracaq və xırda səhvlərə səbəb ola bilər. Odur ki, diqqətini əsas məsələlərə yönəltmək və addım-addım irəliləmək daha faydalı olacaq. Ani qərarlardan çəkinmədən, amma düşünərək hərəkət etmək sənin üçün üstünlük yaradacaq. İnsanlarla münasibətlərdə səbirli olmaq vacibdir. Fikirlərini açıq demək istəyəcəksən, amma sözlərinin tonuna diqqət yetirmək lazımdır. Bəzi anlarda öz istədiyini əldə etmək üçün bir qədər sərt reaksiya vermək istəyə bilərsən, amma bir addım geri çəkilərək vəziyyətə baxmaq münasibətləri qorumağa kömək edəcək. Qarşı tərəfi dinləmək və qarşılıqlı anlaşmaya çalışmaq həm sənin, həm də ətrafındakının gününü daha rahat keçirəcək. Bugün həm də yarımçıq qalan işləri yekunlaşdırmaq və ya yeni işlərə başlamaq üçün əlverişlidir. İçindəki həvəs sənə əlavə güc verəcək, amma hər şeyi dərhal nəticələndirməyə çalışmaq əks təsir göstərə bilər. Odur ki, tempini qorumaq, hər addımı planla atmaq və mümkün qədər sakit irəliləmək daha uğurlu olacaq. Kiçik uğurlar belə səni ruhlandıracaq və günün axarını pozitiv saxlamağa kömək edəcək. Günün ümumi axarı aktiv və bir qədər dəyişkəndir. Bəzən planların istədiyin kimi getməyə bilər, amma bu səni ruhdan salmasın. Əksinə, bu dəyişikliklər sənə yeni imkanlar açacaq və düşünmədiyin həll yolları gətirəcək. Axşama doğru isə həm ətrafındakı insanlar, həm də sən özünü daha inanlı və balanslı hiss edəcəksən. Bugünün mesajı: içindəki enerjini doğru istiqamətə yönəlt və tələsmədən addımlar at. Hər kiçik uğur səni böyük nəticəyə yaxınlaşdıracaq. Boğa bürcü 26 Mart 2026 Boğa bürcünün günlük proqnozu. Bugün boğalar üçün sakitlik və ölçülü davranmaq ön planda olacaq. Ətrafında baş verən hadisələr səni bir qədər yavaşlamağa, hər şeyi diqqətlə qiymətləndirməyə sövq edə bilər. Günün ilk saatlarında bəzi məsələlər səni düşündürə bilər, amma tələskənlik etmədən hər addımı nəzərdən keçirmək gününü daha rahat keçirəcək. Öz ritmini qorumaq və hər şeyi zamanla həll etmək bugün üçün ən doğru yanaşmadır. İnsanlarla ünsiyyətdə yumşaqlıq və anlayış vacibdir. Kiçik fikir ayrılıqları yarana bilər, amma onları böyütmək əvəzinə sakit və açıq danışmaq daha məqsədə uyğundur. Qarşı tərəfi dinləmək və onun baxışını anlamağa çalışmaq münasibətləri möhkəmləndirəcək. Səmimi söhbətlər və yaxınların dəstəyi səni ruhən yüngülləşdirəcək. Eyni zamanda gün ərzində səni sevindirəcək kiçik hadisələr də ruh halını yaxşılaşdıracaq. Bugün şəxsi düşüncələrinə vaxt ayırmaq üçün əlverişli zamandır. Keçmişdə qalan məsələlər və ya səni narahat edən vəziyyətlər yenidən üzə çıxa bilər. Onları sakitcə dəyərləndirmək və artıq sənə yük olanları buraxmaq gününü yüngülləşdirəcək. Hər şeyi bir anda həll etməyə çalışmaq yerinə kiçik addımlarla irəliləmək və mövcud vəziyyəti qəbul etmək daha məqsədə uyğundur. Günün enerjisi sabit və sakitdir, amma kiçik dəyişikliklər baş verə bilər. Özünü çox yormamaq, lazımsız stressdən uzaq durmaq və sakit anlardan zövq almaq sənə yaxşı təsir göstərəcək. Günün sonunda isə daxili balansını bərpa etmiş, rahat və dinc hiss edəcəksən. Bugünün mesajı: hər şeyi tələsik həll etməyə çalışma, addım-addım irəliləmək səni daha möhkəm və rahat edəcək. Əkizlər bürcü 26 Mart 2026 Əkizlər bürcünün günlük proqnozu.
Bugün əkizlər üçün ünsiyyət və aktiv düşüncə xüsusilə ön planda olacaq. Gün ərzində ətrafında baş verən kiçik hadisələr səni maraqlandıracaq və yeni insanlarla ünsiyyət qurmaq istəyi artacaq. Fikirlərini bölüşmək, yeni mövzular öyrənmək və maraqlı söhbətlər etmək üçün əlverişli gündür. Eyni zamanda bəzi situasiyalar səni daha diqqətli olmağa və sözlərini ölçüb biçməyə vadar edə bilər, çünki sözlərin təsiri gözlədiyindən böyük ola bilər. İnsanlarla münasibətlərdə çeviklik və anlayış vacib olacaq. Gün ərzində kiçik fikir ayrılıqları yarana bilər, amma onları sakit və yumşaq yanaşmayla həll etmək mümkündür. Açıq və səmimi ünsiyyət həm dostların, həm də ailənlə münasibətləri gücləndirəcək. Həmçinin gözləmədiyin anlarda maraqlı insanlarla qarşılaşa bilərsən, bu həm yeni tanışlıqlar, həm də gündəlik həyatında yeni perspektivlər gətirəcək. Bugün şəxsi planlarını və gündəlik işlərini gözdən keçirmək üçün də əlverişli zamandır. Yeni ideyalar və fikirlər ağlına gələ bilər, amma onları dərhal həyata keçirməyə çalışmaq əvəzinə öncə düşünmək və prioritetləri müəyyənləşdirmək daha məqsədə uyğundur. Kiçik addımlarla irəliləmək və ani qərarlardan çəkinmək həm rahatlıq, həm də uğur gətirəcək. Həmçinin gün ərzində qarşılaşacağın kiçik sürprizlər və xoş anlar əhvalını yüksəldəcək. Günün enerjisi canlı, dəyişkən və hərəkətlidir. Sən enerjini düzgün yönəldə bildikcə günün ritmini daha asan idarə edə biləcəksən. Fikirlərini toparlamaq, səmimi söhbətlərə vaxt ayırmaq və gözləmədiyin fürsət və insanlarla qarşılaşmaq gününü daha maraqlı edəcək. Günün sonunda isə həm yeni təcrübələr, həm də düşüncələrindən əldə etdiyin rahatlıq səni ruhən zənginləşdirəcək. Bugünün mesajı: maraqlı ol, öyrən və paylaş. Sözlərin və düşüncələrin bugün sənə yeni imkanlar və gözəl təcrübələr gətirəcək. Xərçəng bürcü 26 mart 2026 Xərçəng bürcünün günlük proqnozu. Bugün xərçənglər üçün emosional duyğular ön plana çıxacaq. İçindəki hisslər daha aydın olacaq və gündəlik hadisələrə qarşı həssas yanaşa bilərsən. Günün bir hissəsində kiçik gərginliklər yaşana bilər, amma onları dərhal böyütmədən sakit və ölçülü yanaşmaq günün axarını rahatlaşdıracaq. Özünü dinləmək və içində baş verənləri görməməzlikdən gəlməmək bugün xüsusilə önəmlidir. İnsanlarla münasibətlərdə anlayış və diqqət əsas rol oynayır. Gün ərzində ailə və yaxın dostlarla söhbətlər daha səmimi və mənalı keçə bilər. Kiçik fikir ayrılıqları olsa belə, açıq və dürüst danışmaq həm sənin, həm də qarşı tərəfin fikirlərini daha yaxşı anlamağa kömək edəcək. Qarşı tərəfi dinləmək və onu anlamağa çalışmaq münasibətləri yumşaldacaq və harmoniyalı bir gün keçirməyinə şərait yaradacaq. Bugün həm də şəxsi düşüncələrini gözdən keçirmək və özünü dərk etmək üçün əlverişlidir. Keçmişdə qalan məsələlər və ya hisslər yenidən üzə çıxa bilər. Onları sakitcə dəyərləndirmək və artıq sənə yük olanları buraxmaq daxili rahatlığını artıracaq. Günün bir hissəsində özünə tək qalmaq və sakit anlar yaratmaq faydalı olacaq. Günün enerjisi bir qədər dəyişkən, amma əsasən sakit və balanslıdır. Özünü çox yormamaq, daxili hisslərinə qulaq asmaq və ətrafındakı dəstəyi qəbul etmək gününü daha xoş edəcək. Axşama doğru isə hisslərin nisbətən stabilləşəcək və daha rahat olacaqsan. Bugünün mesajı: hisslərinə qulaq as, sakit ol və öz ritmində irəlilə, hər şey tədricən yerinə düşəcək. Şir bürcü 26 mart 2026 Şir bürcünün günlük proqnozu. Bugün şirlər üçün özünü ifadə etmək, diqqət çəkmək və enerjini paylaşmaq xüsusilə ön plandadır. Gün ərzində ətrafındakı insanlarla ünsiyyət daha çox diqqətini çəkə bilər və fikirlərini bölüşmək istəyi artacaq. Maraqlı ideyalarını ortaya qoymaq və yeni təşəbbüslər etmək üçün əlverişli zamandır. Eyni zamanda başqalarının reaksiyalarına diqqət yetirmək faydalı olacaq, çünki tələskən və ya sərt yanaşmalar yanlış anlaşılmalara səbəb ola bilər. İnsanlarla münasibətlərdə liderlik və təşəbbüs xüsusiyyətlərin günün əsas tonunu müəyyən edəcək. Qarşı tərəfi dinləmək və onların baxış bucağını nəzərə almaq münasibətlərin daha yumşaq və harmoniyalı qalmasına kömək edəcək. Səmimi söhbətlər və maraqlı tanışlıqlar gündəlik enerjini yüksəldəcək, gözləmədiyin anlarda gələn kiçik sürprizlər isə əhvalını yaxşılaşdıracaq. Yaxın bir insanın dəstəyi və ya təşviqi günün ritmini daha da pozitiv edəcək. Bugün həm də şəxsi məqsədlərə və layihələrə fokuslanmaq üçün əlverişlidir.
Yarımçıq qalan işləri tamamlayacaq enerjin var, amma hər şeyi bir anda həll etməyə çalışmaq yerinə addım-addım irəliləmək daha məqsədə uyğundur. Kiçik uğurlar səni ruhlandıracaq və motivasiyanı artıracaq. Gün ərzində yeni ideyalar yarana bilər, onları qeyd etmək və planlamaq uzun müddət üçün faydalı olacaq. Günün ümumi enerjisi canlı, dinamik və cəlbedicidir. Fikirlərini və hərəkətlərini doğru istiqamətə yönəltmək, eyni zamanda sakit anlardan zövq almaq günün balansını qorumağa kömək edəcək. Özünü çox yormamaq və istirahət üçün kiçik fasilələr yaratmaq ruh halını stabilləşdirəcək. Günün sonunda isə həm kreativ enerjin, həm də ətrafındakı insanların dəstəyi ilə özünü daha inamlı və motivasiyalı hiss edəcəksən. Bugünün mesajı: enerjini paylaşmaqdan çəkinmə, amma söz və hərəkətlərində diqqətli ol, kiçik addımlar böyük nəticələr gətirə bilər. Qız bürcü 26 mart 2026 Qız bürcünün günlük proqnozu. Bugün qızlar üçün diqqət və dərin düşüncə ön planda olacaq. Gün ərzində qarşılaşacağın vəziyyətlər səni hər şeyi ölçüb biçməyə və detallara diqqət etməyə sövq edə bilər. Səbirli olmaq və hər addımı planlı şəkildə atmaq günün daha rahat keçməsinə kömək edəcək. Ani qərarlar vermək əvəzinə hər şeyi əvvəlcə qiymətləndirmək və iç səsinə qulaq asmaq faydalı olacaq. İnsanlarla münasibətlərdə anlayış və səbir vacibdir. Kiçik fikir ayrılıqları yarana bilər, amma onları sakit və açıq ünsiyyətlə həll etmək mümkündür. Qarşı tərəfi dinləmək və onun baxışını anlamağa çalışmaq münasibətləri yumşaldacaq və günün ritmini sabit saxlayacaq. Gün ərzində yaxın çevrəndən gələn dəstək və səmimi sözlər səni ruhən yüngülləşdirəcək. Bugün həm də şəxsi planlarını gözdən keçirmək və öncəliklərini müəyyənləşdirmək üçün əlverişlidir. Keçmişdə yarımçıq qalan məsələlər yenidən diqqətini çəkə bilər. Onları sakitcə dəyərləndirmək və artıq sənə lazım olmayanları buraxmaq daxili rahatlıq yaradacaq. Hər şeyi bir anda həll etməyə çalışmaq əvəzinə addım-addım irəliləmək daha məqsədə uyğundur. Günün enerjisi sabit və düşüncəlidir. Özünü çox yormamaq, lazımsız gərginlikdən uzaq durmaq və sakit anlardan zövq almaq gününü daha xoş edəcək. Axşama doğru isə həm işlərdə, həm də münasibətlərdə daha rahat və balanslı hiss edəcəksən. Bugünün mesajı: detallara diqqət yetir, amma hər şeyi tələskən həll etməyə çalışma. Addım-addım irəliləmək sənə daha çox rahatlıq və nəticə gətirəcək. Tərəzi bürcü 26 mart 2026 Tərəzi bürcünün günlük proqnozu. Bugün tərəzilər üçün balans və harmoniya ön plandadır. Gün ərzində qarşılaşacağın vəziyyətlər səni düşünməyə və qərarlarını ölçüb biçməyə sövq edə bilər. Hər şeyi tələsik həll etməyə çalışmaq əvəzinə sakit və planlı hərəkət etmək daha faydalı olacaq. Daxili hisslərin sənə doğru istiqaməti göstərməyə çalışır, ona görə də özünü dinləmək vacibdir. İnsanlarla münasibətlərdə anlayış və diplomatiya əsas rol oynayacaq. Kiçik fikir ayrılıqları olsa belə, sakit və açıq söhbətlə onları yoluna qoymaq mümkündür. Qarşı tərəfi dinləmək və onun baxışını anlamağa çalışmaq münasibətləri yumşaldacaq və ətrafındakılarla münasibətlərdə sakitlik yaradacaq. Yeni tanışlıqlar və maraqlı söhbətlər də günün ritmini pozitiv edəcək. Bugün həm də şəxsi düşüncələrə vaxt ayırmaq və gələcək planlarını gözdən keçirmək üçün əlverişlidir. Keçmişdə qalan və ya narahat edən mövzuları sakitcə dəyərləndirmək və artıq sənə lazım olmayanları buraxmaq daxili rahatlıq verəcək. Hər şeyi bir anda həll etməyə çalışmaq əvəzinə kiçik addımlarla irəliləmək daha məqsədə uyğundur. Günün enerjisi sakit və stabildir, amma bəzi anlarda dəyişikliklər ola bilər. Özünü çox yormamaq, hər şeyi zamanına buraxmaq və kiçik anlardan zövq almaq gününü daha xoş edəcək. Axşama doğru isə həm işlərdə, həm də münasibətlərdə daha balanslı və rahat hiss edəcəksən. Bugünün mesajı: sakit ol, qərarlarını düşünərək ver və hər şeyin tədricən yerinə oturmasına imkan ver. Balans sənə güc verəcək. Əqrəb bürcü 26 mart 2026 Əqrəb bürcünün günlük proqnozu. Bugün əqrəblər üçün dərin düşüncə və daxili fokus ön plandadır. Gün ərzində baş verən hadisələr səni biraz geri çəkilməyə və hər şeyi daha geniş prizmdən qiymətləndirməyə sövq edə bilər.
Ani qərarlardan çəkinmək və hər addımı diqqətlə atmaq sənə üstünlük verəcək. Daxili hisslərin güclənir, buna görə də özünü dinləmək və intuisiya ilə hərəkət etmək faydalı olacaq. İnsanlarla münasibətlərdə isə səbr və anlayış vacibdir. Kiçik fikir ayrılıqları yarana bilər, amma onları böyütmək əvəzinə sakit və açıq danışıqla həll etmək mümkündür. Qarşı tərəfi dinləmək və onun baxışını anlamağa çalışmaq münasibətləri yumşaldacaq. Səmimi söhbətlər və yaxınların dəstəyi günün ritmini daha yüngül edəcək. Bugün həm də şəxsi məsələlərə fokuslanmaq və keçmişdə qalan mövzuları dəyərləndirmək üçün əlverişlidir. Keçmişdəki hissləri və yarımçıq qalan işləri sakitcə gözdən keçirmək sənə rahatlıq verəcək. Hər şeyi bir anda həll etməyə çalışmaq əvəzinə addım-addım irəliləmək və vəziyyətə uyğun hərəkət etmək daha düzgün olacaq. Günün enerjisi sakit və düşüncəlidir. Özünü yormamaq, daxili balansını qorumaq və ətrafındakı dəstəkdən faydalanmaq gününü daha xoş edəcək. Axşama doğru isə hisslərin stabilləşəcək və daha rahat olacaqsan. Bugünün mesajı: özünü dinlə və addımlarını ölçüb biç. Səbr və sakitlik səni istədiyin istiqamətə aparacaq. Oxatan bürcü. 26 mart 2026 Oxatan bürcünün günlük proqnozu. Bugün oxatanlar üçün hərəkətlilik və maraq hissi ön plandadır. Gün ərzində yeni məlumatlar öyrənmək, fərqli mövzulara maraq göstərmək və düşüncələrini genişləndirmək üçün əlverişli zamandır. Səyahət, planlama və ya kiçik dəyişikliklərə açıq olmaq günün ritmini pozitiv edəcək. Eyni zamanda diqqətini bir neçə istiqamətə yaymaq əvəzinə əsas prioritetlərə fokuslanmaq daha məqsədə uyğun olacaq. İnsanlarla münasibətlərdə səmimiyyət və açıqlıq önəm daşıyır. Söhbətlər maraqlı və enerjili keçə bilər, yeni tanışlıqlar isə günün xoş sürprizlərindən olacaq. Kiçik fikir ayrılıqları yarana bilər, amma sakit və yumşaq ünsiyyət onları yoluna qoymağa imkan verəcək. Qarşı tərəfi dinləmək və anlayış göstərmək münasibətləri möhkəmləndirəcək. Bugün həm də şəxsi düşüncələrini gözdən keçirmək və gələcək planlarını formalaşdırmaq üçün əlverişlidir. Yeni ideyalar yarana bilər, amma onları tələsik həyata keçirmək əvəzinə addım-addım irəliləmək daha doğru olacaq. Günün ortasında sakit anlar yaratmaq, fikirlərini toplamaq və prioritetləri müəyyənləşdirmək sənə rahatlıq verəcək. Günün enerjisi canlı və hərəkətlidir. Maraqlı hadisələrə açıq olmaq, yeni təcrübələrdən zövq almaq və ətrafındakı dəstəkdən faydalanmaq gününü daha məhsuldar edəcək. Axşama doğru isə həm fiziki, həm də ruhən daha balanslı və rahat hiss edəcəksən. Bugünün mesajı: maraqlan, öyrən və hərəkət et. Yeni təcrübələr gününü daha zəngin edəcək.